Sənə deyirdim ha, bir dənə qaymaq çıxacaq satışa qardaşım. Küçəsinin genişliyinə bax. Ən azı. Bax, evin qarşısında 4-5 maşın ard-arda saxla qardaşım. Yəni, qonağın gəldi. Bu evi paylaş, bir həftəyə satılmalıdır. Həyətyanı sahəsində qardaşım 3-4 maşın, yəni 3-4 maşın yox, 2-3 maşın rahat daxil olur. Kombisi var, kondisioneri var, reşatkalar quraşdırılıb. Qardaşım, əşyalı, paket kupça, çox geniş 3 otaq, cəmi 85 min manata. Məktəbə sən nə qədər? 100-150 metr məsafədə məktəbə, marşruta 150 metr məsafədə, hündür ərazidə suyu, qaz işığı, hər biri daimidir. Qardaşım, bax, bu soyuducunu təzəsini durub alsan 2000'dir. Ən azı 1800-2000'dir. Böyük soyuduculardandır. Mətbəx mebeli bugünkü gün bunu quraşdırsaz 1000 manat elə bu eləyir. Çox möhtəşəm bir evdir. Bura isə evimizin qonaq otağıdır. Nə görürsünüzsə qalır. Sadəcə müvəqqəti tör-töküntü üçün üzr istəyirəm sizlərdən. Çünki bu günlərin bax bu dəqiqə təmizlik işini görüb çıxıblar. Yəni mən gəlmişəm çəkiliş etməyə. Sən deyirdin ki, mənim müştərilərim, qardaşım, paylaş bu evi. Bir həftəyə satılacaq bu evimiz. Yataq otağıdır, yataq otağının mebeli də əla vəziyyətdədir. Bura isə evimizin digər yataq otağıdır. Bura isə evimizin hamam sanuzelidir. Qardaş, 85 min manat paketça məktəbə, marşruta cəmi 150 metr məsafədə. Su, qaz, işıq, hər biri daimi kanalizasiyası mərkəzidir. Paylaş inşallah, müştəriləri və gətir sataq bu evi. Sağ ol, salamat qal.